elədi bizim Azərbaycanlı xanımlar. Onları təbrik edirəm. Çox sevinirəm onların uğurlarına, hamının uğurlarına. Bizim qızlarım bundan daha çox sevinirəm. Yəni ki, həqiqətən bizdə belə qoçaq xanımlar var. Alqışlar olsun. Hər birinizə arzu edirəm. Bütün uğur qazanan liderləri təbrik edirəm. Səmimi qəlbdən təbrik edirəm. Hər birini arzu edirəm. Mən Ağayçən Əzimov, həkiməm, 59 yaşındayım. 4 oğlum, bir qızım var. Allah bütün Maşallah. balaları saxlasın inşallah. Maşallah. Allah bağışlasın. 35 ildir həkim işləyirəm və çalışmışam həmişə ki, öz xəstələrimə təbii vasitədə müalicə edim. Onkologiyada müəyyən nailiyyətlərim var, bronxit nailiyyətlərim var və burada bioloji aktiv əlavələr, BAD məhsulları da bu işə kömək elədi və mən onda Network'la tanış oldum 15 il bundan əvvəl. Və onda mən tanış olandan sonra və gördüm Network böyük bir elmdir. Bunu öyrənməyə başladım dərindən və dünya səviyyəli networker milyonçuları Ata Məmmədov, Randy Gage'in komandasına daxil oldum. Onların seminarlarına iştirak elədim. Menecer, premier, prezident klubların üzvü oldum, piləsə yüksəldim. Və Cruise Dünya Səhiyyə dəvət aldım. Amma düz gedə bilmədim, ama dəvət almışdım. Livgo'da tanıştığım isə məni bütün bu network haqqında məlumatlarımı alt üst elədi. Yəni bugünə kimi rast gəlmədim bir yeni iş modeli. Yəni ki, artıq məhsul almadan, satmadan bezmişdik. Ən çox bu. Yəni çünki hər ay almalısan, $100 filan çatdırma olmurdu və ilaxır alınmırdı. Özümü başqası ala bilmirdi, alınmırdı məhsul. Ona görə bu məni çox maraqlandırdı və mən bunu mənə göndərən bir roliklə kifayətlənmədim. Mən bunu araşdırdım. Yəni ki, Business Forum saytını bilirdim. DS Selling'i bilirdim. Ona baxdım, gördüm ki, bu kampanya 700 kampanyadan birinci yerdədir. Qısa müddətdə 2 milyon yaxın adam yığıb, abunəsi yığıbsa, artıq bu nəyə bir şirkətdir. Və sistemi də öyrənəndən sonra həqiqətən yuxum qaçdı, Allah'ın yuxum qaçdı. Saat 2-3 kimi yata bilmədim. Qeydiyyat olundum, ildik yazıldım və səhəri gündə bütün ailə üzvlərimi hamısını qeydiyyat elədim. İldik. Yəni fikirləşdim ki, öz bağlarıma bir miras qoyum. Gələcəkdə bu ən azı 1 ilə 2 ilə bu sistem dolacaq da, məsəl üçün, bu dəvət eləməzsə, bu dolmaq mümkündür. Və 2-3 il olsun, 4 il olsun. Yəni, övladım inşallah bu sistemi, bu artıq əməkli olacaq, pensiya alacaq, belə bir şeylər. Yəni, bu həqiqətən mənə çox, mən bilməsi bütün sözlərimi xanımlar dedilər. Yəni, inanməsən. Doktor Hüseyin Bey, ben bir soru sorayım. Şimdi Buyurun. siz bir hekimsiniz, doktorsunuz. Evet, Burada bir hekim olarak şimdi şu ürünleri incelediğiniz zaman bize bir şey söyle, birkaç bir şey söyler misiniz? Çox gözəldir, yaxşıdır, yəni çox ondan danışmıyor. Yəni demək ki, əsas fikrimi çatdırmaq istəyirəm ki, vaxtı çata bilsin də. Yəni ki, məhsul gözəldir, məhsulun söhbəti yoxdur, təbiidir, onda qatqılar yoxdur, ximikatda, bioloji, onları da şey deyirlər də, əlavələr deyirlər, yəni məhsulun saxlamaq üçün xərab olmasın, yəni. Yəni Evet. o kimyada onkologiya yaradır belə ki. Burada təbii hamısı çox gözəldir. Qiymətlər də münasibdir. Süper bir şeydir. Məhsul öz yerində. Aldı ki, mahiyyət, sistem və insanların bir yerdə olması. Yəni deməyim sözümün canım məğzundan və xanımlar da inanım. Bəli, bugün bunu bildiniz ki, ne için koşuldum, Livgo'da bunu bildik. İndi qaldı ki, necə böyük uğur qazanmamışam sözü. Amma mənim yaşımda olan insan çoxlu net olublar, pərişan olublar, aldadıblar, emirlər deyə. Onlar inanmağı gəlmir. Güclə, deyilmiş, onlar mənə görənən sonra inandılar. Mən burada söhbət nədən gedir? Xanımlar dedi, Ayətən xanım da dedi, sonra Nazan xanım dedilər ki, hamısı, inan, mən özümə inanmalıyam birinci növbədə. Ondan sonra Aydın müəllim mənə inanmalıdır, digəri mənə inanmalıdır. Əgər mən özümə inanmasam, o mənə inanmayacaq. O mənim gözümdə inamı görməlidir. Və mən də şirkətə inanmalıyam. Şirkətə niyə inandım? Mən dedim ki, mən incələmişəm. Doktor, siz incələmişsiniz, baxmışsınız, biz sizə inanırıq. Gəlirik, doktorlar da hamısı gəlir. Toparlayabilir miyiz? Vaktimiz doldu Hüseyin abi, doktor. Bir toparlayabilir miyiz? Kısaca tavsiyeniz nedir? Bir arkadaşıma daha söz vereceğim, sonra kapatacağız. Bəli. Evet. Tövsiyem bundan ibarətdir ki, hər kəs bunu incələyə bilməz axıra qədər. Qarşıda olan bir komandir, bir lider varsa ona inanın, etibar edin, onu daha da gedin. Bir ağıllı fikirləşincə dəli çayı kesip gelir. Bu kadar. Teşekkür ederim. Çok sağ olun. Heyecanınız çok yüksek gerçekten. Bizi de heyecanlandırdınız. Çok sağ olun. İnşallah en kısa zamanda görüşmek dileğiyle diyoruz. İnşallah yayda gol olaram. Yaya inşallah gol olaram Allah'ın